yanında da əyləşən Elmar İbrahimoğlu şəhidimizin anasıdır, Ümmü anadır. Biz də elə keçən həftə Ümmü ana ilə ziyarətə getmişdik. Elə getdik ki, görək Ümmü ana necədir. Bəli, Allah hamısına rəhmət eləsin, valideynlərinə can sağlığı versin, Allah onların səbrini versin. Həqiqətən də çox çətin dönəmdir. Biz də çalışırıq ki, gənclər evi olaraq, elə siz könüllər vasitəsindən gedək ziyarət edək. Şəhidlərimizi yaddan çıxartmayaq, çünki onlar bizim üçün çox doğmadılar və əzizdirlər. Düzdür, əvvəllər bir-birlərimizi tanımırdıq, amma indi bizim üçün çox doğmadılar. Elə şəhidlərimiz də, ailə üzvləri də. Bəli, artıq bir ailə olmuş. 6 ildir ki, demək olar ki, Mingəçevir Gənclər Evində heç bir səhv qoymadan müxtəlif, yəni burada uyuyan bütün şəhidlərimizin tədbirlərini keçirdik. Düzdür, məqsəd nədir? Məqsədimiz odur ki, qoy tanınsınlar, yaddan çıxmasınlar. Bu edir məktəb olsun da, ənənə halını alsın ki, yəni bizdən sonraki, bax siz gənclər də bu ənənəni davam elətdirəsiz, onların ruhlarını həmişə əziz və şad. Amma bir dənə ki, qeyd edeyim, Umay müəllimə, heç bir rayonda, şəhərdə belə yoxdur. Bəli, bəli. Mingəçevirdədir, şəxsən Gənclər Evi çox fəaldır. Çox sağ olun. Həmişə də onu qeyd edirəm, çox qruplarım var mənim orada. Bəli. İnanırsan deyirlər şəhid analar, kəş biz orada yaşayaq. Bəli, bax bu gənclərin sayəsində. Həqiqətən biz istəyirik ki, nə istəyirik sizdən? Biz istəyirik sadəcə olaraq bizə qoşulasınız, gedək analarımızı, Allah köməklər olsun, hamısı gəlirlər. Ərz edək. Yəni başqa bizdən heç bir şey istənilmir uşaqlar. Yəni həqiqətən biz nə eləyə bilərik ki? Biz sadəcə sizə gələrik, təsəlli verə bilərik. Başqa edəcəyi heç bir şeyimiz yoxdur. Belə. Siz gələndə biz ruhlanırıq. Sağ olun. Allah canınızı hamınıza sağlıqdan diləyirəm mən balalar. Çox sağ olun. Sağ olun, təşəkkür edirəm.